Salam əziz Avroviziya fanatları, 12 xal izləyiciləri, mən Kamran. Sonunda görüşə bildik uzun müddətdən sonra. Salamlar, hər birinizi 12 Xal YouTube kanalında xoş gördük. Mən Hüseyn. Bugünkü görüşümüzün məqsədi hər kəsə aydındır. Bugün sizlərlə birlikdə Azərbaycanın yeni mahnısına reaksiya videosu çəkəcəyik. Civa bizi finala çıxara biləcəkmi? Mən çox ümid eləyirəm, mən çox güman eləyirəm ki, Civanın bu mahnısı bizi mayda finala çıxaracaq. 3, 2, 1 və just go. Xeyirli olsun, başlayırıq. Aha, bir dəqiqə biraz səsini verim. Bu arada mahnını dinləmişəm, sadəcə rəy bildirəcəm. Klip belə su, yəni belə pərdələrin, suların, dəniz kənarında başlayır. Piano yaxşı gəlir qulağıma hal-hazırda. Bu da piano ilə balaban sintezini sevirəm. Keçid çox səlisdir. Okay. Səsi yaxşıdır, səsi mənə güclü gəlir, onsuz da yəni bilirik onu. Of. Back vokallar çox qəşəngdir. Sonda bildirəcəm fikirlərimi nəysə. Qəşəng bir nəqarət gözləyirəm. Aha. Aha, yüksəlir. Şey var, etnik ritmlər, etnik balabandır səhv eləmirəmsə. Bu hissələrini sevirəm, açıq demək lazımdırsa. Nəqarət bildiyim qədərindən, yəni anladığım qədərindən burasıdır. Tərzini sevdim, game tərzini. Yaşa uyğundur, minimalistdir, abartılı deyil. Üzünü görmək istəmirəm deyir, ged artıq. Yəni, aha, balaban imiş, onu eşitdim. Nəqarət daha güclü ola bilərdi. Yəni, sonra deyəcəm fikirlərimi. Bir də mən oğlanla Cəmiləni çox yaraşdıra bilmədim klipdə, bilmirəm, bu mənim şəxsi fikrimdir. Yenə o Milan mükəmməl hissələr gəldi. Kliplə bağlı onu deyə bilərəm ki, yəni sadə bir klipdir. Pərdələr, sular, dəniz kənarı, yəni standart klip. Soyuqda donmuşdu Cəmilə indi o soyuq suya ayaq basmaqdan. Belə şey gözləyirəm, jüriyə oynaya biləcək bir yüksəlmə. Nəqarət mənə biraz zəif gəldi. Yəni, nəqarət biraz zəif gəldi, hətta yəni, biraz yox, biraz çox zəif gəldi mənə. Yandırdı. So predictable. Mən də olsam, mən də yandırardım. Aranjimanda da nəsə çatışmır, ya bilmirəm necə, baslar çox zəif gəlir qulağıma. Qəşəng, buranı bəyəndim. Azərbaycan cəzisi qəşəngdir. Tamam, bitti. Go. Tamamən. Okay, sonunda da balabanlı bir hissə ilə bitirdik. İlk öncə pozitivlərdən başlayaq. Nələri bəyəndim, nələr yox. Klipin aurasını bəyəndim. Minimalist çəkilibdir. Geyimlər yaraşdırdım Civaya. Birinci kliplə bağlı onu deyə bilərəm ki, yəni sadə, sıradan hesab edə biləcəyimiz bir klipdir. Yəni pərdələr, sular, dəniz kənarı. Civanın geyimləri pis deyil, bəyəndim. Yəni ən azından stilist olaraq üzərində biraz işlənilib elə bilirəm. Və klipdə mahnıda bəyəndiyim bir məqam Milan Malis'in möhtəşəm o boğazları arxada girir, o nəğmələr var orada, namələr deyək də. O hissələri bəyəndim. Möhtəşəm bir aura qatıb mahnıya, bir əlavə gözəllik qatıbdı da. Elə mahnının ən çox sevdiyim qismi orasıdır. Kaş ki mahnı elə bir şəkildə davam eləsəydi. Bu qədər. Yəni mahnıda tutulacaq tək məqam buradır və balabanla piano sintezində az öncə də əvvəldə də qeyd etdiyim kimi o hissələri də bəyəndim. Yəni maraqlı keçid alınıb. Eyni şəkildə simfonik alətlərin falan istifadəsi də yaxşıdır ki, daha yaxşı ola bilərdi təbii ki. İndi isə keçək məqamlar hansılar ki məni mahnıdan uzaqlaşdırdı. Birincisi, mahnıda duyğu yoxdur. Mahnı çox sıradandır.
yəni Avroviziyada eşitdiyimiz milyon dənə balladadan biridir. Yəni xüsusi bir qəlbin sarı siminə toxunan bir melodiya olur. Ha, o bura toxunmadı yəni. Mən düşünürəm ki, mahnı zəifdir. Hətta son illərin göndərmiş olduğumuz ən zəif balladı ola bilər. Mən ən zəif ballad kimi 2022-ci ildəki balladımızı deyirdim, amma bu ondan da zəifdir. Yəni mən sizə onu deyim. Tək ki mən təəccüblənim, tək ki mən yanılım və biz mayda finala çıxaq. Ancaq sadə bir səhnə ilə, nə bilim, yəni o yarımfinaldakı siz rəqibləri görsəniz, məncə göndərdiyiniz mahnının nə qədər zəif olduğunu anlayacaqsınız. Bəsit mahnıdır. Olduqca bəsit mahnıdır. Yəni çox sadə strukturla da yazılıb. Eyni şəkildə isə sözlərinə də toxunmaq istəyirəm. Azərbaycan dilində olan sözləri çox zəifdir. Düşünürəm ki, rus dilli birisi yazıb onun sözləri. Çünki yəni poeziya diyarı olan Azərbaycandan bu şəkildə sözlər çıxmamalı idi mahnı üçün. Şəxsi fikrimdir. Ondan sonra isə davam eləyək nə ilə? Bir yazını highlight eləyim, bir vurğulayım bu məqamı burada, açıq olsun hər kəsə. Burada dediyimiz və səsləndirdiyimiz fikirlər heç kəsin şəxsinə səslənmir. Mən saf mahnı olaraq bunu qiymətləndirirəm. Bu mahnını mən özüm də oxusaydım, dostum da oxusaydı, bacım da oxusaydı, ən yaxın dostum belə oxusaydı eyni fikirlər olacaqdı. Mən Cəmilə Həşimovanı tanıyıram Səs Azərbaycan dövründən və orada mənim favoritim idi. Biz onunla şəxsi görüşümüz də olub. Çox səmimi qadındır, mehriban qadındır. Həqiqətən səsini çox bəyənirəm, özünü çox bəyənirəm bir insan kimi və ümid varam ki, mayda Azərbaycanı layiqincə təmsil eləyəcək. Biz özümüz Səs Azərbaycan 2025 finalında 12 xalq komandası olaraq Kristal Hall'daydıq və şəxsən özüm Cəmilədən müsahibə götürmüşdüm və onun orada səmimiyyətinə, necə deyərlər, bir daha əmin oldum. Və mükəmməl səs kontroluna sahib birisidir. Yəni səhnədə o səs kontrolu hər adam bacarmır və bacarır oxumağı, səhnəni ələ almağı. Ki fikrim mahnıdan yanadır ki, zənnimcə mahnı zəif mahnıdır, kifayət qədər güclü deyil. Yəni mahnı finala keçərmi? Bilmirəm. Yəni Avroviziya elə bir şeydir ki, onu təxmin eləmək çox çətindir. Amma indiki halı ilə çətin. Çünki bizim yarımfinalda olduqca güclü balladalar var. 5-6 ballada hələ bildiyim qədərilə var, digərləri də gələcək. Mən elə düşünürəm ki, rəqib analizi getmir və ona görə də biz hər il ən çox hansı üstün janrdırsa biz onu göndəririk. Yəni hansı janr basqındırsa elə bil biz hər il onu göndəririk. Bu il o yarımfinalda olduqca güclü balladlar var və mən düşünürəm ki, Azərbaycan bu balladların içərisində seçilə bilməyəcək. Yəni mahnını belə yadda qalan mükəmməl etmək üçün çox gözəl səhnə şousu hazırlamaq lazımdır ki, izləyici baxsın, vurulsun, desin, "Vau, bu nə gözəl səhnə şousudur" və səs atmağa məcbur olsun. Belə bir fikir deyim ki, bu mahnı mənə 2010-ları xatırladır. Yəni keçmişə aparır məni. Keçmişdən qalma bir dadı var. 2010-ların, 2012-lərin balladaları elə bu şəkildə olurdu. Və yaxud da başqa bir fikir də deyim. Bundan 2-3 il öncə yarımfinallarda münsiflər iştirak eləmirdi. Sadəcə SMS idi. Və sadəcə SMS olan illərdə ölkələr əsasən çalışırdı ki, tamaşaçıya oynasınlar ki, tamaşaçıdan səs almağı bacarsınlar. Həmin illərdə 1-2 ballada olurdu. Yadınızdadsa elə Moldovan balladalar, Litvan balladalar var idi ki, onlar yarışmada olan tək-tük balladalardan olurdu. Elə bu qəbildən olsalar da seçilə bilirdilər və finala keçirdilər. Ötən ilin Portuqaliyası da elə o tipdir. Tamamilə fərqli mahnılar olsa da, amma yenə də o yarımfinalda iştirak edən yeganə balladalardan idi deyə fərqlənib finala keçə bildi. Amma bu il işimiz çətindir, çünki dediyim kimi 5-6 ən azı ballada var həmin yarımfinalda və həmin balladalar arasında seçilmək üçün bizə belə, yəni necə deyim, ağızları açıq buraxacaq bir səhnə lazımdır ki, həmin şoya heyran olub insanlar səs atsın. Belə dəyərli Avroviziya izləyiciləri, mənim fikirlərim bu şəkildə idi. Yəni ümumiləşdirsəm fikrimi, məncə mahnı zəifdir və bunu çox güclü bir ancaq səhnə qurtara bilər. O da nə dərəcə realdır, onu bilmirəm. Çünki son illərdə göndərdiyimiz mahnıların səhnələrini biz, yəni hamımız özümüz çox yaxşı bilirik. Seçim üsulu mütləq dəyişməlidir. Yəni milli final keçirilməlidir. Əgər hansısa bir müğənni qorxursa ki, mən gedib orada flop olaram ya da nə bilim udmaram, qalib olmaram, finala keçmərəm, onda zəhmət olmasa mahnı göndərməsin. Mahnı göndərmək istəyən məncə kifayət qədər istedadlı bəstəkarlar və müğənnilər var. Və xahiş edirəm səsləndirdiyim fikirlər heç kəs şəxsi ünvanına almasın. İstər komanda üzvlərimiz delegasiya olsun, istərsə də civa olsun. Bu sadəcə mənim mahnıya olan bir rəyimdir, fikrimdir. Hər birinizi sevirəm. Onsuz da hamınızla
görüşmüşəm, şəxsi görüşlərim olubdur. Sizin nə qədər savadınızın, dünya görüşünüzün və Avroviziya ilə nə qədər yaxından marağınız olduğunu mən bilirəm onsuz da. Bu sözümlə də bu reaksiyanı bitirirəm. Mütləq şəkildə siz də öz fikirlərinizi bu videonun altına yazın. Mən özüm də şəxsən oxuyacağam, cavablandıracağam. Bu şəkildə Bütün komandamıza, delegasiya heyətimizə, ölkəmizə uğurlar arzu eləyirəm. Ümid edirəm ki, gələcəkdə daha uğurlu işlərlə biz ölkəmizi təmsil eləyəcəyik layiqli şəkildə. Bu qədər demək istədiyim, başqa səsləndirəcəyim bir fikir yoxdur. Hamınıza diqqətinizə görə təşəkkür edirəm. Əgər videoyu bəyəndinizsə, bəyənmə işarəsinə basın. YouTube kanalımıza da abunə olmağı, bizi digər sosial şəbəkələrimizdən də izləməyi unutmayın. Özünüzə yaxşı baxın. Mayda görüşənədək sağ olun, salamat qalın.